Martın 14-də Sədərək firması tərəfindən Sədərək rayonunda həyatyanı sahələrin suvarma suyuna olan tələbatın ödənilməsi məqsədi ilə qazılan 6 yeni subarteziyan quyusu istifadəyə verilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, habelə Sədərək firmasının rəhbərləri Ənvər Qədimбəyli və Yusif Qədimбəyli də iştirak ediblər. Əvvəlcə Fuad Nəcəfli görülən işlərlə tanış olub. Sonra rayon sakinləri ilə görüşən səlahiyyətli nümayəndə sakinləri əlamətdar hadisə münasibəti ilə təbrik edib, subarteziyan quyularının istismara verilməsi prosesinin davamlı olacağını diqqətə çatdırıb. Vurğulanıb ki, rayonda uzun illərdir içməli su və kanalizasiya sistemləri, yol infrastrukturu sahələrində olan problemlərin də gələn ilin mart ayına kimi həll olunması nəzərdə tutulub. Sədərək rayon sakinləri Ələkbər Kərimov və Nəcəf Fərzəliyev yaradılan şəraitə görə minnətdarlıq ediblər. Qeyd edək ki, Sədərək firması tərəfindən rayonda həyatyanı sahələrin suvarma suyuna olan tələbatının tam ödənilməsi üçün ümumilikdə 30 subarteziyan quyusunun istismara verilməsi nəzərdə tutulur. Hazırda işlərin 50% görülüb. Yeni istifadəyə verilən 6 subarteziyan quyusunun hər birinin su sərfiyyatı saatda 25 kub metrdir. Tikinti quruculuq işləri çərçivəsində diametri 200 mm borularla 7 km, diametri 110 mm borularla isə 1,5 km olmaqla ümumilikdə 8,5 km suvarma su xətti də çəkilib. Layihə üzrə işlər davam etdirilir. Xanım Xatun, Elçin Şuşalı, Qafqaz TV üçün.